Doktor, çox maraqlıdır. Qəbulunuza gələn bir pasiyentin həyatına bir psixoloq kimi baxış bucağınız necə təsir edə bilər ki, onun gələcəkdə sağlamlığına çox güclü təsir etmiş olsun? Mən həm psixoloq kimi onlara əsəblərini sakitləşdirirəm, söhbət edirəm, həm də bir bilici kimi onda olan bütün mənfilikləri aradan qaldırıram, yox edirəm ki, gələcəkdə o sağlam uşaqlar doğulsun. Mənim seans elədiyim qızlar olub, cavan qadınlar olubdur, sonradan uşaqları doğulub. Həmən uşaqlar elə olur ki, mən hamiləlik dövründə də seans vermişim onlara. O uşaqlar indi məktəbə gedirlər. Məktəbin ən savadlı uşaqları da olar. Zəki olurlar. Uşağın da ana bətnində beyni yaxşı inkişaf edir. Özündən böyük uşaqlara, mənim seansımdan sonra doğulanlar ailədə də, özündən böyük uşaqlara, valisinə, qardaşına ağıl verilir, tərbiyəsi edilir ki, valideyn kimi onlarla rəftar edir də, yəni. Elə bir şeylər olur. Bizim seanslarımız elə bir ki, ilahi nurdur. Yəni efirlə mən müalicə edirəm insanları da. Buna dində kəramət deyirlər. Bu ilahi nurdur. Hintlilərdə buna prana deyirlər, Yunanlar ayzer deyirlər, efir deyirlər. Amma Azərbaycan dilində, bu İslam dinində bunun adı ilahi nurdur. Nurla yəni müalicə edirəm, o təmizlik, bədəni təmizləyirəm. Ondan sonra nə o insan bədəndə göy ləkə qalmır, o şeylərdə, qadınlarda, qızlarda. Mən bilirəm də, soruşuram, belə ləkələr var da. Seans eləyəndən sonra artıq ona heç bir şeytan yaxın durmur o qadına və o qadınlarda sonra təmiz uşaq dünyaya getirirlər, sağlam uşaq dünyaya getirirlər, zəki uşaq dünyaya getirirlər ki, onlarda həyat eşqi olur, insanlara qarşı sevgi olur, məhəbbət olur.